Salam əziz şagirdlər, bu günləri biz daki və ınca şəkilçiləri haqqında danışacağıq. Bilirik ki, dilimizdə şəkilçilər bir cür, iki cür və dörd cür yazılır. İki cür yazılan şəkilçilərin tərkibində açıq AS saitləri, dörd cür yazılan şəkilçilərin tərkibində isə qapalı I, U, Ü saitləri iştirak edir. Daki və ınca şəkilçilərində isə hər iki, həm açıq, həm də qapalı saitlər iştirak edir. Bəs hardan bilək ki, bunlar neçə variantlı şəkilçilərdir? Variantlarını özüm bilə-bilə yazmamışam. Bu şəkilçilərin neçə variantlı olduğunu bilmək üçün onun birinci hecasına baxırıq. Birinci hecası qapalıdırsa qapalı, açıqdırsa açıq hecalıdır. Deməli, daki iki cür yazılan şəkilçimizdir, iki variantlı şəkilçimizdir, ınca isə dörd variantlı şəkilçimizdir.